Prezident İlham Əliyev noyabrın 21-də mirasla bağlı əsasnaməni təsdiqləmişdi. Bu nədir? Yeni sistemlə Dövlət Təhlükəsizliyi Xidməti demək vətəndaşların bütün məlumatlarını bir bazada cəmləyəcək. Onların ailə vəziyyəti, sağlamlıq durumu, ölkədən giriş-çıxışı, bu vaxta kimi məhkum olub-olmaması, hətta geolokasiya sistemi ilə onların yerinin müəyyən edilməsi informasiyasına da çıxış əldə olunacaq. Bu məsələ dərc olunduqdan sonra, yəni mətbuatda yayıldıqdan sonra xeyli tənqidlərə səbəb oldu və İnsan Haqları Təşkilatı Human Rights Watch Azərbaycan hakimiyyətini mirasın tətbiqini dayandırmağa çağırır. Təşkilat bildirir ki, bu sistem şəxsi həyatın toxunulmazlığı üçün ciddi risklər yaradır. Elə ölkədəki ekspertlər də düşünür ki, Azərbaycanın qoşulduğu Avropa İnsan Haqları Konvensiyasının 8-ci bəndinə əsasən də hakimiyyət insanların şəxsi məlumatlarını bir bazada toplaya bilməz, onların şəxsi məlumatları toxunulmazdır.